Hər üç spikerimiz danışdı, iştiraklarını bitirdi və düşünürəm ki, biz artıq sizi gözləyirdim mən ki, sual verəcəyiz. Deməli, sual hissəsinə keçirik. Gəlin ilk öncə mən hədiyyələrdən danışım ki, hədiyyə üçün sual verənlər əllərini salar da onda aşağı. Deməli, və yaxud daha çox adam əl qaldırar. Deməli, Flamingo şirkətindən bizim hədiyyə bağlamamız olacaq. 166 yük şirkətindən, taksisindən hədiyyə çantası, Akvin şirkətindən elektronik əşya, Kreatime'dan 25% endirim və Çaytek şirkətindən adını çox güman ki, düz səsləndirim. Çaytek şirkətindən portativ akustika şarjla birlikdə. Gəlin sual hissəsinə keçək. Deməli, ənənəvi olaraq birinci sıra, ikinci sıra, üçüncü sıra. Buyurun, gəlin xanımdan başlayaq yolu. Salam bir daha. Bu dəfə Ceyhun bəyə qabaqladım. Üzr istəyirəm xanım, sözünüzü kəsirəm. Xahiş edirəm, suallar lakanik. Tamam. Bir sual və ünvanlandırın, zəhmət olmasa şəxsin adını çəkin. Okey, əslində istəyərdim hər üç spikerimiz cavablandırsın, amma olmasa təbii ki, ilk növbədə Anar bəyin cavablandırmasını istəyərəm. Demək, mənə maraqlı olan sual. Sabah əgər sizin bütün strateji planınızı rəqibiniz öyrənsə, siz hələ də rəqibə qarşı öz üstünlüyünüzü qoruyub saxlaya bilərsinizmi? Təşəkkürlər. Çox yaxşı sualdır. Yəni, strategiya çox vaxt belə gizlilik sənədi falan olmur. Yəni, strategiya hər şirkətin çünki özünə uyğun bir strategiyası var. Yəni, bu iki rəqib şirkət, bir sektorda 5 şirkət varsa, hərəsinin öz кейsi var, hərəsinin öz doğrusu var, hərəsinin öz strategiyası var. Yəni, bunu sənə kimi paylaşmasan da oxunur. Əksər hallarda zaten bunu rəqib şirkətlər oxuya bilirlər. Yəni, burada ciddi sıxıntı yoxdur. Əsas odur ki, ən doğru yolu müəyyən eləyəsən, mümkün qədər, ən optimal yolu müəyyən eləyəsən və orada israrla gedəsən. Orada rəqibin bunu deşifrə eləməsinə heç bir sıxıntı yoxdur. Zaten strategiya elə bir şey deyil ki, onu gizli tutasan. Bütün korporativ böyük şirkətlərin hamısı strategiyalarını kitablardan oxumaq olar. Yəni, o strategiya rəqibə görə yazılan bir strategiyadır. Rəqabət başqa şeydir, strategiya başqa şeydir mənə görə də. Buyurun, növbət sual. Nərmin Əhmədova, Paşa Həyat. Sualım olacaq, əslində hər üç spikerin fikri mənim üçün maraqlı olardı, amma vaxt azdırsa, okey, Anar müəllim, birinci siz cavablandırın, zəhmət olmasa. Belə bir sualım olacaq. Təsəvvür edək ki, bir komanda happy olaraq işləyir və bir neçə müddətdən sonra yüksək KPI və əlçatmaz target nəticəsində unhappy olur. Bir lider olaraq step by step hansı addımları atardınız? Beləli, komanda motivasiyalı idi, təzə KPI sistemi, hədəflər falan qoyulur, ondan sonra motivasiya aşağı düşür. Ümumiyyətlə, istənilən bir idarəetmə sistemində istənilən dəyişiklik edəndə, orada qızıl qaydalardan biri odur ki, sistemi sevdirmək lazımdır və işçilərin dəstəyini almaq lazımdır. Yəni, sistemə etibar qazanmaq. Onun üçün mən həmişə tövsiyə edirəm ki, məsələn, şirkətdə KPI sistemi olmur, iş dəfədirsə, çətin KPI-lər qoymuyor, sevdirin. Qoy, bunun nəticəsini görsün, sevsinlər və daha çox dəstək versinlər. Yəni, bu rəhbərliyin qayğısıdır, işçinin qayğısı deyil. Rəhbərlik eləməlidir ki, işçilər demotivə olmasınlar. Təşəkkür. Üçüncü sıra. Siz, Sərvan müəllim, siz üçüncü sıradasınız, ikinci. Üçdəsiz. Sərvan müəllim. Salamlayıram hər kəsi. Üç spikerdə çıxışdan qədər təşəkkür edirəm. Anar müəllimə bir sual vermək istəyirəm. O problemli uşaqla bağlı. Əgər bir biznesin bir dənə uşağı varsa, o da problemlidirsə, onda nə eləsin? Bir uşağı varsa, o problemlidirsə, strateji artıq qərar verməlidir. Şirkətin müqəddəratı haqdakı israr eləyib, davam eləyim yolumu, ya işi ucu varmı? Yoxdursa, yeni biznesə də keçmək olar, şirkəti bağlamaq da olar. Yəni, o кейsə görə dəyişir. Məncə cavabı Murad müəllim verdi. Diversifikasiya eləmək lazımdır. Yəni, bir dənə problemli uşaqla gedmək, ikinci uşaq lazımdır, yəni. Başqa da mümkün deyil, yəni. Risk faktorudur. Buyurun, birinci sıraya gələk. Sərxan, hamınızı salamlayıram. Mənim sualım Müqabil bəy olacaq. Bayaq dediniz ki, bu lokal və biraz önümdən çəkilin Müqabil bəy görüm sual verin.
Bayaq lokal və korporativ idarəetmədən danışdınız. Mənim maraqlıdır ki, bu 30 illik Azərbaycanda həqiqətən lokaldan korporativə keçib uğurlu, yəni uğurlu dediyim mənfəət qazanan nümunələr varmı? Yəni bildiyiniz və ya bizim bilmədiyimiz. Təşəkkürlər. Valla çoxdur. Zaten böyük şirkətlərin əksəriyyəti artıq korporativdədir. Əsasən də yəni burada bank sektoru, sonra baxdığımızda telekommunikasiya sektorları onsuz da korporativ idarə etmədədir. Başqa yol olmamalıdır. Çünki şirkət böyüdüyü zaman onu başqa bir idarə etmə modeli ilə idarə edə bilməz. Yəni əgər böyüməyi görürsünüzsə də və böyümək gedirsə də o mütləq korporativləşməlidir. Orta biznes də korporativləşə bilər. Dünyada orta biznesin korporativləşməsi üçün çox balaca addımlar var da. Bu addımlar nədir? HR sistemi və strukturdur. Bunlar əslində o korporativləşmənin bir formalarıdır. Siz bunları elədiyinizdə digərləri gələcək arxasından. Bu arada mənim 30 illik təcrübəmdə şirkəti korporativləşdirən HR-da xəbəriniz olsun. Yəni biz CEO şirkəti korporativləşdirmir. Yaxşı bir HR-ınız varsa, yəni insan resursları idarəçiləriniz varsa, o şirkəti korporativləşdirəcək. Yəni biz CEO gəlib o şirkəti korporativləşdirmir yəni. Onu da baxın. Yəni CEO korporativ olub, amma HR deyilsə də orada bir başarı əldə etmək olmur. İkinci sıradan zalın önündən sual var. Çox sağ olun hər üç fikirə minnətdaram bu dərin müzakirə üçün. Mənim sualım Murad bəyədir. Murad bəy diversifikasiyanın önəmindən danışdı. Təbii bu əhəmiyyətlidir, xüsusən biznesin dayanıqlığı üçün. Amma bir məsələ var ki, xüsusən yeni marketlərdə yeni produkt çıxardanda biz həm də resurslarımızı risk atırıq. Çünki mövcud resurslarla yeni bazarda yeni məhsul yaradırıq. Bir sahibkar nələri göz önünə alındırmalıdır bu balansı qorumaq üçün? Çox sağ olun. Orada şimdi business aslında tamamen risk. Şimdi siz yeni bir ürün çıkaracaksınız pazarda ve farklı pazarda olmayanın üzerine bir farklılaştırma yapacaksanız o riskin ilk önce o pazar araştırmasını çok iyi yapmanız gerekiyor. Ve biraz önce de bahsettim. İlk önce onun bir kapitalini hesaplamanız lazım. Yani belli bir süre o riski oturtuncaya kadar nereye kadar siz onu survive edebileceksiniz, yaşatabileceksiniz. Sizin elinizde bir kaynak var. O kaynağa karşı yeni bir şey pazara sunacaksınız. Onun da bir finansal analizini, finansal modellemesini yapmanız lazım ki nereye kadar bu devam edecek? Ve siz bunu nereye kadar yaşatabilirsiniz? Şimdi pazarda yeni ise o risk daha büyük. Onu tutturmak, onun pazarlamasının marketing tarafını yapmak, onu tanıtmak çok daha çetin. Ama önünüzde rol modeller varsa onun üzerine bir model, özellikle finansal model o riski barındırmak için hesaplayıp onun üzerine gitmeniz gerekiyor. Ve finansal tarafın yanında da diğer insan resursları ve diğer tarafı da çok iyi hesaplamanız lazım onun planını yaparken. Bu arada sizə bir dənə statistika deyim. Bu yaxınlarda Nielsen yayınlayıb. 69% innovasiyalar başarısız olur FMCG sektorunda. Maraqlıdır. 69%. Onun 75%'i da pul qazandırmır. Amma hamı gedir ona. Çünki başqa cür mümkün deyil. Yəni o problemli uşaqlar çoxaldıqca siz işinizi idarə edə bilməyəcəksiniz. Yəni yerdə qalan 31%-in 75%-i də pul qazandırmır. Bəli. Buyurun. Çox sağ olun. Mənim sualım Qabil müəllimədir. Qabil müəllim, Anar müəllim deyir ki, bütün bizneslər bu sualı verməlidir özünə ki, biz böyüməliyikmi? Bəs deyə bilərsinizmi, biznes üçün o meyar nədir ki, nə vaxt biznes bu sualı özünə versin? Bir aydanmı, müəyyən, yəni mən onu sadalanmayayım da, hansı meyara əsasən biznes bu sualı özünə verməlidir? Çox sağ olun. Mənim çox böyük bir biznesmen Türkiyədə çox gözəl bir söz demişdi və o söz 25 ildir mənim qulağımdadır. Deyirdi ki, kar bilirsiniz də türkçə mənfəət, qardır. Qar ərməyə başlayanda hər şey üzə çıxır və başlayırsan axtarmağa. Nə zaman ki kar var, yəni qardır da, qar örtüb, heç kim onun artıını axtarmır. Nə zaman ki qar ərməyə başlayırsan eləməyə. Yəni siqnal qar əriyəndədir.
Qar əriməyənə qədər heç kim heç nəyi axtarmır. Növbəti sual. Buyurun. İlk öncə hamıya salamlar. Özümü təqdim edeyim. İlkin Şükürzadə, Nantəm MMC şirkətinin, distribusiya şirkətinin marketinq meneceri. İki sualım vardır əslində qalsa. İlk öncə Bir sual zəhmət olmasa. bir sual. Bir sual. Ümumi sualı verim onda, Buyurun. hamıya aid olanları. İlk öncə CEO deyəndə ağla ilk gələn odur ki, idarə edənləri idarə etmək və sonda son qərarı verə bilmək. Sualım ondan ibarətdir ki, sizi sonuncu dəfə sizi qorxudan qərar nə idi və nəticəsi necə oldu? Kimədir ünvanlarınız? Ümumi sual. Bir nəfər kim istəyir cavablandıra bilər. Hamı fikri Anar maraqlıdır. müəllim qədər cavablandırsın. Anar müəllim ağsaqqal olaraq. Mən də cavablandıra bilərəm, problem deyil. Cavablandırırsınız, cavablandırırsınız. Baxın, CEO adı, mənə ilk dəfə CEO adı deyəndə, mənə özüm üçün çox belə şey gəlmişdi ki. Yəni, bu CEO adını biraz, necə mən sizə deyim, bizə küçültmüşük də. Hamı bu dəqiqə CEO olubdur. Yəni, o biraz bəlkə küçültmək mənasında deyil. Yəni, baş direktor və ya direktor, CEO daha çox C-suite deyilən bir şey var da. Yəni, orada C-level'lar yaradılır, onun üzərinə bir adam qoyurlar. Əslində, bir liderin verdiyi qərarlar onun qorxudacağı bir qərar deyil. Yəni, əgər bir lider qərar verir və ondan qorxursa da, o qərar heç bir zaman icra olunmur. Çünki o birinci inandırmalıdır, sonra o icrasını kontrol eləməlidir. Yəni, o dediyim kimi, mənim təcrübəmdə verdiyim qərarlardan sonra demişəm ki, bu qərarı verməyim, elə bir şeyi fikirləşməmişəm. Çünki fikirləşdiyinizdə qərar verə bilmirsiniz. Yəni, durmadan qərarsız olursunuz da. Yəni, hə, yaxşı, mən sonra deyərəm. Mən bir müdürüm var idi, hər yanına getdiyimdə deyirdi, mən sənə deyəcəm. Mən sənə deyəcəm. Sonra bir dənə şirkətdə işləyirdim, orada bir sahibkar var idi. Sahibkar deyirdi ki, mən sənə dönəcəm. Mən sənə dönəcəm. Sonra gedib bir yerdə məsləhət eləyib təzədən dönürdü mənə. Yəni, adam qərar vermirdi. Ona görə də kim ki, onun qərarını verib getmirsə də, mən sonra dönəcəm, o qərarsızlıqdır. Qərar verdiksə də, orada səhv yoxdur. Qərar vermişsiniz. Ona görə də qərar vermək hər zaman çox vacib faktordur, liderlikdir də. Bir də verilən qərara sahiblənmək çox önəmlidir. Bəli. Yəni, qərar verilən qədər mübahisə ola bilər, daxildə fikir ayrılığı, amma qərar verilibsə, hər kəs onun arxasından getməlidir. Murad bəy, əlavəniz var. Orada yani Gabili Bey'e katılıyorum bu CEO konusunda. Biraz altı boşalmaya başlıyor özellikle. Lider olduğunuzda da CEO demiyorum. Eğer şirketin bulunduğunuz kurumun başında da gerçekten liderlik yapıyorsanız şunu da anlamanız lazım. Bizim ekibimizden arkadaşlar da var burada. Benim kendimce korktuğum kendi içimde ama sizin bunu hiçbir zaman ekibe yansıtmamanız lazım. Bəli. Yani korkulu bir karar varsa da o fırtına sizin içinizde. Zaten o yüzden sizi lider diye koyuyorlar oraya. Eğer siz zaten onun korktuğunuzu ya da negatif bir şey hissettiğinizde o komanda sizin arkanızdan gelmez hayatta. Tamam, yani öyle durmanız gerekiyor ki o fırtınalar, o rüzgarlar zaten içinizde oraya oturduğunuzda sizin içinizde kopuyor. Siz onu işten sonra kendi evinizde de oturduğunuzda bir saat onu yaşıyorsunuz. Şöyle söyleyeyim, ben bu koltuğa benim pozisyonuma oturmadan önce benden önceki rehberimiz demişti. Unutma ki yalnızsın sen burada. Yalnızsın yani. Herkes sana kömek eğiliyormuş gibi gözükecek. Sahipkar da senin arkanda duruyormuş gibi gözükecek ama sen bu koltuğa oturduktan sonra yalnızsın. Bunu bil, ona göre otur buraya demişti. O yüzden hiçbir zaman korktuğunu belli etmiyor olman lazım. Senin ekibin komandan arkandan geliyorsa. Təşəkkür. Öndə oturan bəy. Bütün panellərdən daha çox sual var ha burada. Bəli. Ən maraqlı panel bizdədir ona görə. Anar müəllim, biz aldıq panellərin üstünlüyünü. Salamlayıram hamını, hər üç spikerə, möhtəşəm çıxışlar üçün təşəkkür edirəm. Adınızı qeyd edərdiniz. Nəcdə Şirnov. Mənim sualım hər üç spikerə olacaq, distribusiya ilə bağlıdır. Biz bilirik ki, dünyada belə bir trend var ki,
Pərakəndəçilər distributor qarşısında güclənirlər və Azərbaycandan da bu trend uzaq keçməyibdir. Son 10 ildə pərakəndəçilərimiz kifayət qədər gücləniblər, satın alma gücləri böyüyübdür. Bu da distributorları əlbəttə ki, bir çətinliyə salır. Ümumiyyətlə sualım belədir ki, distribusiyanın axırı hara gedir? Necə düşünürsünüz? Hansı strategiyanı tutmalıdırlar pərakəndəçilər qarşısında öz paylarını saxlasınlar, böyüməyə doğru geçsinlər. Çünki son zamanlar PL-lər ortaya çıxır, pərakəndəçilər PL istehsal edirlər, ithala açılıblar, Çin bazarına gedirlər, Avropa bazarına gedirlər. Əvvəl bu şəkildə deyildi. Yəni distribusiyanın sonu hara gedir? Necədir orada vəziyyət? Bununla bağlı. Distribusiya hansı istiqamətdə gedir? Ya Çox sağ olun. biz ekiple de oturup konuştuğumuzda şey yapıyoruz. Ben şunu söyleyeyim, 20-25 sene sonra biter distribütör işi. Yani zaten bu diversifikasyon dediğimiz konu da o. Retailer da bitecek. Biraz önce söyledim, Migros %20'sini yapıyor. Türkiye'de, şimdi Azerbaycan'da bizim buradaki kültürel farkımızdan dolayı faizi Gabil müellim bilir. %1, %2'dir en fazla. Buraya da %20 geldiğinde retailer da değişecek. 20-25 sene sonra distribütör işi de olmayacak. Sadece biraz önce zaten o konuya eğildim. Ya farklı marketlere ya farklı pazarlara girmeniz lazım bunun için, bu iş için. Ya da sizin value added servis dediğimiz katma değerli farklı işler geliştiriyor olmanız lazım ki o retailer gözünde daha farklı, sizi tercih edebilecek işler yapmanız lazım. Yavaş yavaş gelişiyor ama o işler çok hızlı olabilecek şekilde değil. O private label dediğiniz şey de evet günün gündemi. Ama private label dediğiniz konu ithalat yaparak private label olmaz. Yerli üretim olması gerekiyor. Yani o bizim Türkiye'de sizde de var mı tam hatırlamıyorum. Taşıma suyla değirmen dönmüyor. O taşıma suyla değirmen. Ben de getiriyorum. Sen de private label getiriyorsun ama o iş öyle olmuyor. O yüzden bu ekosistem, o ekosistemin değişmesi ve gelişmesi gerekiyor. Her şirkette kendine bir strateji ve o biraz önce bahsettiğim diversifikasyayı belirleyip ona göre hareket etmesi lazım. Evet değişiyor mu? Değişecek ama biraz daha vakit var. O yüzden de her sahipkar bu vakti iyi değerlendirip o şirketin transformasyasını iyi yapması gerekiyor. Dünyada trendləri deyim mən sizə. Baxın, distribusiya, FMCG-də distribusiya işi belədir. Ölkə əhalisi azdırsa da, orada distribusiya çox uzun yaşayır. İsrail, Baltik ölkələri, Balkan ölkələri, burada hər zaman distribütörlər var. Çünki bazar çox balacadır. Heç kim üçün orada birbaşa satış maraqlı olmur. Amma deyək, Rusiya, Türkiyə, nə bilim, böyük marketlərdə distribütörlərin getdiyi iki dənə yol var. Bu iki yoldan birini seçmək məcburiyyətindədir. Ya retail olur, yəni ya pərakəndəci olur, ya logistik partner olur. Bunlardan ikisindən birinə, yəni bütün yaxın coğrafiyalara baxın, böyük retaillərin əksəriyyəti zaten bir 10 il bundan qabaq distribütör olublar. Yəni sonradan keçib bir şey. Yəni bizim Azərbaycanda da var. Yəni Veysaloğlu'nun nümunəsinə baxdığımızda eyni modeli görürük və ya Tam Store, Aurora modelinə baxdığımızda eyni modeli görürük. Yəni bu bir gedişatdır. Bu olacaq. Yəni Murad bəyin dediyi kimi amma kiçik marketdə məsələn hələ də ən böyük distribütör şirkəti İsraildə Diplomat qrup var. Hələ də oradadır. Yəni İsrail bir 60 ildir İsrail var yəni və orada da şey və ya belə baxdığımız zaman Şərqi Avropa ölkələrdə, yəni inkişaf eləmiş bazardır. Orada çox böyük distribütör şirkətləri var. Yəni onlardan bir dənəsi Procter'ın ən böyük distribütörlərindən biridir. Yəni onlar da o bazarda hələ də dururlar. Yəni orada olacaqlar və olur. Çünki dediyim kimi bazarın böyüklüyü və kiçikliyi ortada bir middleman, ortada bir adama ehtiyac var. Yəni güya fikirləşirsiniz ki, pərakəndəci böyüdüyündə birbaşa mal alacaq, yox. Onun orada working capitalı var, yəni pulu kim yatırdacaq? Yəni pərakəndəci indi bu dəqiqə yerli distribütörə deyir, mənə 60 gün ver, 80 gün ver. Amma elə bir şey eləmir axı. İstehsalcı deyəcək, yox, bağışla qardaşım, mənim öz distribütörüm mənə 30 gündə pulumu ödəyir, mən sənə 60 gündə mal verim. Falan filan. Çoxlu orada, yəni dediyim kimi biznesi etki eləyəcək çoxlu faktorlar var. O faktorlar olduqca bazar da dəyişəcək, yəni onlayna keçəcək, yəni bunu biz dayandıra bilməyəcəyik, yəni. Təşəkkür. Növbəti sualımız üçün. Çox sağ olun, təşəkkür Zalın ederim. sonunda bəy əlini qaldırıb ora, zəhmət. Salam. Coşqun Heydarov, Bazar Store Supermarketlər şəbəkəsindən. Sualım əslində hər biriniz cevablaya bilərsiniz. Bilirsiniz, dünya markası deyə bir məsələ var. Yəni bir çox ölkənin tanınmış markaları var. Biz də istifadə edirik. Bir çox ölkədə tanınır. Biz necə edək ki,
indi sözsüz ki öz markalarımız var, amma dünya markasından söhbət gedir. Biz dünya markaları çıxardıq daha çox. Markalarımız dünyada tanınsın. Biz burada strateji idarə etmədən danışırıq. Yəni bizdə nə çatışmır? Məsələn, idarə etmə mi yetərsiz deyə bilərik, təşəbbüskarlıq mı yetərsiz deyə bilərik, yoxsa ideya mı yetərsiz deyə bilərik? Yəni kim istəsə cavab verə bilər. Çox sağ olun, təşəkkür. Təşəkkür. Mən icazənizlə deyim, əlavəniz eləyərsiniz. Mən ümumiyyətlə düşünürəm ki, bu sualın qoyuluşunda mən açıq sıxıntı görürəm. Çünki qlobal markadan danışırıqsa, bu sual qlobal düşüncənin məhsulu ola bilməz. Çünki qlobal strategiyada sən qərar verəcəksən ki, ümumiyyətlə bu harda olmalıdır? Amerikada olmalıdır, yoxsa ümumiyyətlə Azərbaycanda olmalıyam mı mən? Yəni, yoxsa siz limitləyirsiniz ki, Azərbaycandan qlobala marka çıxsın, bu qlobal düşüncə bunu tələb eləmir. Yəni, qlobal strategiya bunu qəbul eləmir. Yəni, sən qərar verməlisən ki, istehsal üçün ən doğru yer haradır? Bazar üçün ən doğru yer haradır? Mən belə başa düşürəm. Bir şey unutmayın. 30 yaşımız var. O saydığımız global markaların hamısı bizdən yaşlıdır. Bir gün bizdə də var global. Niyə? Yəni Azərsunun markaları var, bilirsiniz də. Yəni Azərçay. Mən çox sevinmişdim. Singapurda, aeroportda Azərçayı görüb 50 dənə şəkil çəkdirib 50 dənə adama göndərmişdim. Yəni bu bir zaman istəyən bir prosesdir. Yəni onun bizlə bir əlaqəsi yoxdur. O zamanla biri və birləri eləyər. Yəni dünənə qədər Çin maşını dediyimizdə hamımız burada gülərdik, düzdür? Yəni bu dəqiqə burada əlinizi qaldırsaz bəlkə də 50% adamda Çin maşını olub şey. Yəni bu nədir? Bir zamana ehtiyac var. O zamanı deyək ki, İngiltərədəki bir şirkət 100 ilə keçib, amma bizim kimi bir ölkə bəlkə də 10 ilə keçəcək. Bunu da unutmamaq lazımdır. Nədir o? Sadəcə bir zaman, bir nəsil dəyişməlidir. Başa düşürsünüz? O nəsil, yeni gələn nəsil bəlkə də qlobal markalar Azərbaycandan çıxardacaq. Bəlkə Azərbaycanda elə bir marka olacaq. Yəni Finlandiya çox balaca bir ölkədir. Yəni oradan bir Nokia'nın çıxacağını heç kim heç bir zaman təxmin eləyə bilməyibdir. Yəni ona görə o olacaq və biz onu ya biz görəcəyik, ya bizim övladlarımız. Amma Azərbaycandan da qlobal marka çıxacaq. Bu arada neftimiz qlobal markadır bu arada. Yəni onu da qeyd edeyim yəni. Bəli. Bugün Azərçay birisi 40-dan çox ölkədə satılır. O başqa məsələ. Mən daha çox istəyərəm. Yəni həqiqətən bugün Türkiyənin də, qardaş Türkiyə ölkəsində məsələn bu yöndə çalışmaları var. Məsəl üçün müəyyən markalar var ki, dünya markası, amma onlar belə nə düşünürlər? Deyirlər ki, yetərsizdir, biz daha böyük markalar çıxarmalıyıq. Mən belə başa düşdüm, siz deyirsiniz, zamanı deyil, biraz zaman lazım. Zamanı deyil deməyək, zaman gələcək. Yəni, bəlkə də indi bizdə olan hər hansı bir kiçik bir marka, yəni yalnız Azərbaycan bazarında məşhur olan bir marka, o da, yəni Anar müəllimin dediyi kimi də birdən qloballaşma və ya diversifikasiya qərarı verəcək. Yəni 10 milyonluq bir bazardır da, adam 10 milyonluq bazarda malı satır, birdən qərar verir ki, yox. Mən bu 10 milyon mənim üçün yetərsizdir. Mən bir 4 milyonluq Gürcüstan bazarına getmişəm. 35 milyonluq Özbəkistan bazarına getmək istəyirəm. Nə bilim 15 milyonluq başqa bir bazara. Milyardlıq Çin bazarına getmək istəyirəm. Artıq o bir qloballaşdırma strategiyası olur. Hələlik birinci ölkədə olmalıdır. Elə bir şirkətlər də var, yəni dünyada modellər var ki, onlar öz ölkələrində qlobal deyirlər. Öz ölkələrində çox böyük bazar payları yoxdur. Amma başqa bir ölkədə çox böyük bazar payı olan markalar var yəni. Bəlkə də Azərbaycandan elə bir şey çıxacaq. Təşəkkür. Sonuncu sualımız. Təşəkkür. Sonuncu sualımız. Salamlayıram hər kəsi. Zülfüqar Əhmədov, Bravo Supermarketlər şəbəkəsindən. Sualım Anar bəyədir. Anar bəy çıxışında böyümə ilə bağlı fikir bildirmişdi ki, niyə görə 2 dəfə və yaxud da ki, 3 dəfə böyüməyək. Bilmək istəyərdim, şirkətlər real böyümə potensialını ölçmək üçün hansı alətlərdən istifadə eləməlidir? Çox sağ olun. Bunun üçün düzgün araşdırmalardan istifadə eləmək lazımdır. Yəni, bazarın həcmi, olduğumuz bazar, yaxın bazar, digər ölkələrdə həcmi, yəni makro baxış olmalıdır və onun üzərində də qlobal bir baxış olmalıdır ki, yəni ümumiyyətlə mənim olduğum sektorda bazar nə boydadır, yaxın sahədə bazar nə boydadır. Məsələn, ola bilər ki, mən limonad istehsal edirəm, amma burada mən enerji işçisi bazarı da mənə maraqlıdır. Yaxın sahədir, uyğunluq var. Orada baxa bilərəm ki, mən Murad bəy demiş, diversifikasiyanı ola bilər, o mənə maraqlı gələr, onun həcmi, ora
shift eləyərəm, diversifikasiya eləyərəm. Yəni burada bunun kökündə araşdırmalar dayanır. Yəni, düzgün araşdırmaq lazımdır və bazarı hiss eləməli. Yəni ki, strategiyada ən ciddi həlledici məsələlərdən biri fərqindəlikdir. Yəni fərqində olmalısan ki, sənin olduğun bazar nə boydadır? Yəni, bu bazar 4 dənə orada vacib məsələ var. Birincisi, bazar böyüyürmü, hansı sürətlə böyüyür? İkincisi, strukturu. Məsələn, ola bilər ki, mebel bazarı böyüyür, amma içərisində ofis mebeli bazarı kiçilir. Yəni, bu, sən kör-körənə mebel bazarı böyüyür deyə, sən də ofis mebelindəsən axı. Burada mən investisiyanı çox aldım, bu da əslində strukturuna da baxmaq lazımdır. Yəni, onun təbiətinə baxmaq lazımdır ki, yəni, mebel bazarının xüsusiyyətləri var, trendlər var. Bazar insight araşdırmalarıyla bunu başa düşürsən ki, yəni mebeldə əvvəl qərarı bu cür verirlər, indi bu cür verirlər. Yəni, araşdırma, dərin araşdırmalar olmalıdır. Mən bir dənə əlavə eləyim. Bir məsələ çox vacibdir. Hər bir şirkətin bir sahibkarı, bir idarə edicisi var. Onların ambisiyası da çox önəmlidir. Təşəkkür. Ambisiya olmadan heç nə eləmək olmur. Çox sağ olun, dəyərli spikerlərimiz, suallara cavab verdiniz. Çox maraqlı keçdi məncə. Sualların sayından da gördük ki, suallar çoxdur, daha çoxdur digər panellərdən. Yoldaşlar, keçək hədiyyə mərhələsinə, düzdür? Təşkilatçılardan heç kim görmürəm. Çox güman ki, hədiyyə mərhələsinə keçirik, amma hədiyyələrimiz yoxdur. Təşkilatçılar getdi. Artıq var. Hə, buradadır. Yoldaşlar, bizim 10 sualımız oldu, paneldə 10 sual oldu. Sualları qeyd elədim, adları qeyd elədim ki, dəqiq seçə bilək. Gəlin, istəyirsiniz Elnar müəllim, sizdən başlayaq. İlk hədiyyəni kimə verir? İlk hədiyyə, dəyərli hədiyyəmiz Flamingo şirkətindəndir, hədiyyə bağlaması. Aysel xanımın sualı var idi, o strategiya, rəqiblərin strategiyası filan. Strategiya ilə. Buyurun Aysel xanım. Buyurun. Sağ olun. Növbəti Qabil müəllim, buyurun. Hansı sual daha çox xoşunuza gəldi? Bax, bu yoldaşın verdiyi sual mənim çox xoşuma gəldi. Edgar müəllim. Buyurun Edgar müəllim. 166 yük taksisindən hədiyyə çantası. Hədiyyə özü səfərə getməyə çağırır. İstirahət etməyə çağırır. Təşəkkür. Təşəkkürlər. Hansına baxırıq? Hər ikisinə. Oldu, uğurlar, sağ ol. Sağ olun. Murat Bey, buyurun. Ben de bizim sektörün her zaman merak edilen sorularından birini sordu. Necdet Bey'e vereceğim. Necdet Bey. Evet. Hədiyyəmiz Akfin şirkətindən elektronik əşya. Təbriklər. Sağ olun. Dördüncü hədiyyəmiz Creatime şirkətindən 25% endirim. İstəyirsiniz ümumi bir qərar verin. Anar müəllim. Anar müəllim. Orada Elmir bəyin sualı var idi. O diversifikasiyada risklər, problemlər. Bəli, sahibkar nəyə göz önünə almalıdır? Buyurun Elmir bəy. Bunu da siz təqdim edin. Və sonuncu hədiyyəmiz Çaytək şirkətindən portativ akustika şarj ilə birlikdə. Bunu da siz tapın da. Bunu da mən tapın. İlkin bəy buradadır. Sizi qorxudan qərar sualı. Buyurun. Təbriklər. Yoldaşlar, təşəkkür hər birinizə. Çox sağ olun, gözəl, möhtəşəm çıxışlarınıza görə. Hər birinizə də fürsətdən istifadə edib təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun.
Və bütün panel iştirakçılarına, moderatorlarımıza sonda təşəkkür eləyəcəm. Və spikerlərimizə bir daha təşəkkürlər və təbii ki, Flaminko'dan sizə də hədiyyələrimiz var. Mütləq bunları sizə təqdim etməliyəm, yoldaşlar. Buyurun. Təşəkkür edirəm. Birinci moderatorumuza verim. Anar bəy, sizə. Buyurun, hədiyyələriniz. Təşəkkür edirəm. Çox sağ olun. Buyurun. Bir də alqışlar. Yekunlaşdırdınız. Bir daha təşəkkürlər.